Sonsuzluq nədir? Ailə həyatı qurduqdan sonra 1 il müddətində hamiləlik gerçəkləşmirsə, artıq buna sonsuzluq deyə bilərik. Sonsuzluq qadın və kişi sonsuzluğu olaraq 2 yerə ayrılır. Təəssüf olsun ki, bizdə uşaq olmursa, ata olmuruqsa, ilk başda qadını günahlandırırıq və onu müayinələrə göndəririk, illərlə müalicə elətdiririk, iynə dərman bütün doldururuq orqanizmasını, xərc qoyuruq, amma demək olar ki, yarı-yarı səbəbi kişidədir. Biz özümüzə sığışdırmırıq, oğlumuza, qardaşımıza ki, səni də bir yoxladıq. Halbuki, yarısı qadına aidsə, yarısı da kişiyə aiddir demək olar. Kişi sonsuzluğu nədir? Kişi sonsuzluğunun əsas səbəbi varikoseldir. Damar genişlənməsi, xaya damarlarının genişlənməsi, vena damarlarının daha doğrusu. Niyə sonsuzluq yaranır? Venalar genişləndikdə ətrafına temperatur yayır və spermatogenez prosesini pozur və iləri hərəkətli, aktiv hərəkətli aşağıdır. Biz bu zaman nə edirik? Varikoselektomiya, 20-25 dəqiqəlik əməliyyat. Açıqmı, mikroskopikmi? Əlbəttə ki, mikroskopik. Avantajları nədir? Açıq əməliyyatda 100 xəstənin 30-unda təkrarlama ehtimalı var. Mikrocərrahiyyə ilə icra elədikdə bu oran, bu nisbət %3-ə düşür. Səbəb: